İnşallah çox uğurlu keçəcəyinə inanıram. Bu konseptdə Naxçıvan Muxtar Respublikasında ilk dəfədir ki, belə bir konsert olur. Hansı ki, bir tələbə simfonik orkestrlə verir. Bunun üçün özümü çox xoşbəxt hesab edirəm. Müəllimlərimə, anama sonsuz minnətdarlığımı bildirirəm. İnşallah yaxşı olacaq hər şey. Konsert proqramının əvvəlində belə layihələrin gənc istedadların üzə çıxarılmasında, onların səhnə təcrübəsinin artırılmasında və klassik musiqiyə marağın daha da gücləndirilməsində mühüm rol oynadığı vurğulanıb. Sonra səhnəyə çıxan gənc pianoçu Fidan Əliyeva ifaları ilə tamaşaçıları musiqinin sərhədsiz dünyasına aparıb. Müxtəlif dövrləri və janrları əhatə edən əsərləri alqışlarla qarşılanıb. Simfonik orkestrin müşahidə isə ifaların bədii təsir gücünü daha da artırıb. Sahil Əliyev, Tərlan İbrahimova, Namiq Abbasov, NTV Xəbər.